Loqopedə başlamazdan öncə nələrə diqqət etməlisiniz? Dəyərli valideynlər, bu videonu sona qədər izləyin. Loqopeddən öncə diqqət edin ki, uşağınızın nitqi yaş normativinə uyğun inkişaf edibmi? Uşağınız 2 yaşına gəlib çatıb, lüğət ehtiyatına neçə sözlər var? Bunları qeyd edin. Uşağınızın psixoloji inkişafını yoxlanışdan keçir, özünüz müşahidə edin ev şəraitində. Görün oyuncaqlara və yaxud da ki, yaşıtlarına, göz kontaktına, diqqətinə inkişaf gedibdir. Üçüncüsü, övladınızda hər hansı bir tibbi heyətin rəyi aparılıbsa, məsəl üçün eşitmə testi ola bilər və yaxud da elektroensefaloqram müayinəsi ola bilər, nevroloji müayinələr ola bilər. Bu müayinə testlərini özünüzlə götürün. Dördüncüsü, övladınızı həmin getməmişdən öncə mərkəzə hazırlayın. Yəni loqopedə hazırlayın ki, sən hara gedəcəksən, orada nələrlə qarşılaşa bilərsən. Övladınız hazırlıqlı olsun mərkəzə getməmişdən öncə. Beşincisi, gözə alın ki, ev tapşırıqlarını etməli olacaqsınız. Loqopedlə paralel işləməyi də gözə almalısınız ki, ev tapşırıqlarını mütəmadi olaraq evdə edə bilməsəz, uşağınızda istədiyiniz nəticə olmayacaq.